Video geçmeden önce kanala abone olmağı, like atmayı unutmayın. Hoş seyirler. Selamlar dostlar, kanalıma hoş gelmişsiniz. Bugün yeni bir vloga başlayıram. Yine mən və yeni mikrofonumu unutmuşam. Və ümid edirəm ki, səsim sizə bu dəfə də yaxşı gəlir. Çalışıram ki, maksimum dərəcədə yüksək səslə danışım. Bugün hara gəlmişik? Bugün yenə Hollandiyadayıq. Ancaq bu dəfə buranın Kiçik Venetsiya sayılan belə bir şəhərinə gəlmişik. Adı Giethoorn. Böyük ehtimal ki, Instagramda qarşınıza çıxmış olar. Çünkü bura yani çok məşhurdur həqiqətən də. Belə isti havalarda dəhşət çox adam gəlir. Bugün de oldukça istidir. Oldukça çok adam var. Şimdi biz de bir qayıq kiraya götürmək istəyirik. Və onu əslində belə bir neçə nəfərlik, daha doğrusu böyük belə gəmilər də var. Tur şəklində özləri gəzdirirlər. Bir də qayıqlar var. Ancaq biz qayıq götürüb sırf özümüz istədiyimiz kimi, istədiyimiz istiqamətə gedə bilirik. Bu məncə daha yaxşıdır. Qiymətlər və sair barəsində də ətraflı sizə məlumat verəcəm. Belə, ümid edirəm bizim üçün də maraqlı bir gün olar. Sizin üçün də baxmağa maraqlı bir vlog olar. Hava bugün demək olar ki 30 dərəcəyə yaxındır. Mənim balım da burada günəşlənir belə. Ayaqlar açıq. İsti havada. Necədir keyfin Amir? Ha? Qayığa minmədən öncə bir filan soyuq içki götürmək istəyirik. İndi ona görə burada olan markete gəldik. Hollandiyada marketlər Almaniyada fərqli olaraq bazar günlərdə işləyir. Bu cəhətdən çox bəyənirəm. İstəyirəm bir dənə də çərək götürüm. Belə 1.99-a. Biz qayıqda yemək üçün bir neçə belə məhsul aldıq. Çünki mindinsə düşmə olmur. Bir saatda da çox çəkəcək, acmaq istəmirik. Düşəndən sonra yemək yiyəcək. İndi gəldik bura. Dəhşət hamısı demək olar ki tutulub. İndi bunlardan maraqlamaq. Çoxlu qayıqlar var. Yəqin ki bunlardan birini götürəcək. Təəssüf ki buradakı demək olar ki hamısını artıq tutublar. Bu kapitan olanda bunu çox istəyərdim. Buradakı bunu beləsini götürəcək. Bu 1 saata 30 evrodur. Biz 2 saatı götürəcək 60 evroya. Və xüsusi liniyalar var. İndi xəritədə göstərəcəm. O liniyalarla ancaq hərəkət etmək lazımdır. Əgər vaxtından gec olsa, əlavə də üzərində ödəniş olmalıdır. Gəl biz yavaş-yavaş artıq yola düşdük. Mira necədir? Necə gözəldir. Hər dəfəsində gələndə buradan belə zövq alıram həqiqətən. Çox gözəldir. Həm də çox əyləncəlidir. Evlərə baxın, necə şəkərdir. Çox gözəl evlər var. Burada bu arada normal, yəni sakinlər var, yaşayırlar. Burada görürsünüz kənarlarda da belə yollar var da, piyadalar görürsünüz necə gəzirlər. Yəni ayaqla da gəzmək mümkündür. Ancaq mənə elə gəlir ki bu çox əyləncəlidir həqiqətən də və 2 saat 60 evro tam da uyğun qiymətlidir. Bu şəkildə görürsünüz aynalar da var. Yaxınlaşdırım göstərim. Yan tərəfdən gələndə yəni tam olaraq görmək olur. Ancaq yenə də görürsən ki bəzən toqquşurlar. Toqquşanda çox bərk sürətlə getmədiyi üçün çox da qorxulu olmur. Buraya artıq səhv etmirəmsə 4-cü ya 5-ci gəlişimdə artıq sayını mən də unutmuşam. Ancaq həqiqətən də hər gəldiyimdə ki burada keçirdiyim vaxtdan zövq alıram. Xüsusilə də yay aylarında burada daha da çox ləzzət eləyir. Qayıqdan bir ayaqlarını salırsan, suya sala bilirsən. Həqiqətən də çox sərin olur, gözəl bir vaxt keçirmiş olursan. Onlardan güzəldilər. Bir qədər sizə burada qiymətlərlə bağlı məlumat vermək istəyirəm. Buranı gəzmək üçün 3 fərqli yol var. Birincisi kruiz gəmiləridir. Bunlar daha çox əlbəttə ki adam yerləşir və 10 evro bir nəfər olur. Adətən mənim gördüyüm qədərlə yaşlı insanlar daha çox istifadə edir. Bir gid olur və 1 saat ərzində sizə buranı gəzdirir. Belə kanalların içərisi ilə və tarixi yerləri barəsində məlumat verir.
İkinci isə privat turlardır. Bayaq göstərdiyim kimi orada kapitan olur, o da yenə məlumat verir və eyni şəkildə bildiyim qədərilə hətta yemək də verirlər və s. Bunların da qiyməti səhv etmirəmsə 90 evrodan başlayır. Ancaq bizim seçdiyimiz variantı isə 30 evrodur bir saatı. Buraya yəni yerləşdiyi qədər belə deyim, hətta 4-6 nəfər məsələn qrup şəklində olsanız 6 nəfər belə bu qayıqlar rahatlıqla gəzə bilərsiniz. İndi belə yavaş-yavaş açıldığı yerlərə keçirik. Burada tam gibi böyle genişliği olacak. Hem de rahat süratli sürmeye olur. Qayığa yemək, su, içki, yəni istədiyiniz hər şey götürə bilərsiniz. Bunda sərbəstsiniz. Sadəcə mən də bilmirdim. Orada gördüm ki, mahnı olmaz qayığın içərisində qoşmaq və buna görə 150 evro cərimə olunursunuz. Hamısı da niyeyse bir yere yığılır. Hoş gelin. Biz aldıklarımızla belə bir sandviç hazırladık. Tez əldən. İndi yeməyə yemək mi? Başımız qatırıq hərəkimdən. Wie schmeckt das? Bu arada onda qeyd edim ki, yəni bu qayıqları sürmək üçün hər hansı bir ön təlim və s. heç bir şeyə ehtiyac yoxdur. Yəni adi insanlarda mən orada məsələn xanımları görürdüm, ilk dəfəsindən minib və çox rahatlıqla sürürdülər. Sadəcə sizə orada göstərirlər ki, motoru necə yandırıb söndürmək lazımdır, necə sağa sola döndərmək lazımdır. Mənə elə gəlir ki, 10 dəqiqə yəni sürdükdən sonra artıq tam olaraq əl öyrəşir və rahatlıqla sürə bilərsiniz. İndi biz o böyük yerdən yenidən belə fırlanırıq, bir kruq eləyib təzdən gəlirik belə kanalların içərisinə indi qayıdacağıq. Yaxdan yəqin ki, ümumilikdə 1 saat belə keçmiş olar. Burada həqiqətən də körpülər o qədər gözəldir ki, bəzilərinin çiçəklər də asılıbdır. İnsan istəyir ki, sadəcə hər yeni nöqtəsində şəkil çəkdirsin, bu anı öz xatirəsində, həm də eyni şəkildə telefonda da belə həkk etsin. Hər yeri həqiqətən də elə bir ki, kartpostalı oxşuyur. Çox bəyənirəm mən buranı. Sizə də mütləq yolunuz Hollandiyaya düşsə, bura gəlməyi mütləq tövsiyə edirəm. İndi geri qayıtma yolunda görürsünüz. Dayanıb hər kəs. Gözləyirik ki, probka açılsın. Adətən şəhər tipli yerdə yaşayan insanlar o şəhərin səs-küyü ilə bezmiş olurlar. Həqiqətən də həftə sonu bir kaçınmaq olaraq Githorn çox ideal bir yerdir. Çünki nə maşın səsi eşidirsən, eyni şəkildə bu motorlar demək olar ki, çox səssizdir. Heç bir şey eşitmirsən, sadəcə quşların cəhcəhi və gözəl bir hava. Bir qədər insan sıxlığı ola bilər, ancaq məncə bu da problem deyil. Həqiqətən də çox zövq ala biləcəyiniz bir yerdir. Və biz nəhayət ki, qayığı verəcəyimiz yerə gəlib çatdıq. İndi qayığı verək, ondan sonra da gəzəcəyik buralarda. Nəsə yemək istəyirik, belki marojma da yerik, belə. Qayıqdan çıxdıq, indi yemək yeməyə yer axtarırıq. Əslində həddən artıq çox restoran var. Nə istədiyimizi özümüz də bilmirik. Böyük ehtimal ki, İtalyan sayağı bir şeylər olacaq. Yəqin ki, İtalyan restoranı tapsaq, böyük ehtimal ki, orada oturarıq. Bayağı qayıqla gəzdiyimiz yerlərdir. Necə gözəldir. İnarsı sadəcə hər küncdə, bucaqda dayanıb sadəcə saatlarla baxmaq istəyirəm. O qədər gözəldir ki, bura. Siz necə bəyənirsinizmi? Olmusunuz ümumiyyətlə izləyicilərim arasında. İndi belə bir yer tapdı. Burada oturmaq istəyirik. Həm nəsə yeyəcəyik, həm də kokteyl falan içəcəyik. Şeker, necədir keyfin? Ne yiyirsə elə? Çörək? Yam. Yummy. Biz fikrimizi dəyişdik. Bayaq videosunu çəkdiyim yer İtalyan restoranı. İndi bura gələcəyik. İndi bura gedəcəyik daha doğrusu. Bu arada restoran adı belə adlanır. İçindədir ha. Drinks. Bir tane margarita. Makaron sen bizim makaron yoksa margarita? Pasta istəyirsən pasta? Pasta. Güneş yavaş-yavaş batır. Daha da gözəlləşdi. İndi bu restorandan çıxdıq. Ancaq yeməkləri çəkə bilmədim. Çünki başım uşaqlar o qədər qarışdı ki. Yavaş-yavaş indi biraz da gəzib. Yəqin ki, birazdan evə gedəcəyik artıq.
Və dostlar, biz yavaş-yavaş artıq evə gedirik. Havada artıq günəş batmağa başlayır. Ona görə qərar verdik ki, evə gedək. Bugün çox dolu-dolu keçirdik. Ümid edirəm ki, vlogda yetər qədər uzun olar. Bura qədər baxdığınız üçün hər birinizə çox təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın. Gəlin görüşlərə dək özünüzə yaxşı baxın. Hələlik.